kürək bel nahiyəsində şiddətli ağrılar var da. 2 aydır ki, artıq dözülməz dərəcədə, yatanda belə ağrıyırdı. Şəmsiyyə xanım, hansı problemlə gəlmişdiniz və gəndə vəziyyətimiz necə idi? Məndə kifoz problemi budur, yəni hardasa bəlkə də 10 ildir. İndi bu axır vaxtlar amma daha çox kəskinləşmişdi ağrı. Yəni otura bilmirdim, nəfəs almamda çətinlik var idi. İndi şükürlər olsun, bugün müalicənin 15-ci günüdür. Yəni demək olar ki, mən tam yaxşı hiss edirəm özümü. Artıq 3-cü gündən siz mənə müalicə yazandan sonra 3 gündən sonra mən artıq xeyli yaxşılaşma hiss elədim. Deməli, Şəmsiyyə xanımda kürək nahiyəsindəki kifozuna bağlı arxa qrup parasimptomal əzələlərdə gərginlik var idi. Özü oturaq işlədi və podriat yəni davamlı şəkildə kompüterində çalışdığına görə kürək əzələlərində gərginlik yaranır. Biz burada fizioterapevtik yanaşmalarla o əzələlərin gərginliyini azaltdıq, reabilitasiya ilə əzələlərin gücünü təmin etdik və chiropraktika ilə oynaqların hərəkət təminatını. Çox təşəkkür edirəm. Hər kəsə də sizi məsləhət görürəm. Çünki məndəki o dəhşətli ağrılar, mən hətta elə bilirdim ki, bu ağrılar keçən deyil, bu keçməyəcək. Həm də müəyyən yaş da var da, yaş artdıqca sümük də yəni bərkiyir. Aşağıdakı qızlar da fizioterapiya bölməsində Aytaç xanım, Aygün xanım çox sağ olsunlar, Fərid bəy. Hamısına təşəkkür edirəm. Sizin sayənizdə ən birinci. Yəni onlar da çox kömək elədilər. Çox elə o qədər doğmalaşmışıq ki, artıq onlar. Minnətlər, çox sağ olun. İnşallah daha da yaxşı olarsınız. Var olasınız.